Yaxşısı budur da xoş gördük. El arasında belə bir misal var ki, yazda qan qaynayır. Bunu necə başa düşmək olar? Elə biz də yaxşısı budur olaraq yazda orqanizmimizdə nələr baş verir? Sualına cavab axtarmışıq. Yazda niyə qan qaynayır deyirlər? Bu fəsildə hansı xəstəliklər artır? Gün ərzində halsızlıq və yuxulu olmağınıza səbəb nədir? Niyə yazda dəridə problemlər yaranır? Bu fəsildə niyə motivasiyaya ehtiyacımız olur? Yaz xalq təbabətinə niyə müraciət etməliyik? Hansı idman hərəkətlərini etməklə yazda daha produktiv olmaq olar? Məşhur qonağımız yaz aylarında əsasən nəyə diqqət edir? Bütün bu suallara cavab az sonra yaxşısı budur da. Mövzumuza ilk olaraq paytaxt sakinləri arasında apardığımız sorğu ilə başlayaq. Gəlin görək, onlar yaz fəslində özlərini necə hiss edir? İnsan təbiətin bir, necə deyirlər, parçasıdır. Əgər təbiətdə yaxşılığa doğru nə baş verirsə də, istər-istəməz onu orqanizm göstərir özündə. O, əhval-ruhiyyəmizdə düzəlir, hər şeyimiz düzəlir. Hətta ailə məişətdə çatışmayan tərəflər varsa, onlar da düzəlir. Təbiət oyanır, torpaq da oyanır. İnsanların da elə bir sağlığı başlayır ayağa qalxmağa. Kimdə nə xəstəliklər var, ürək xəstəliyidir, təzyiqdir, şəkərdir, onlar da başlayır, necə deyim sənə, oynamağa da, yəni stabildir, yanmır. Mənim özümün də elə sağlığımda, canımda o xəstəliklər var. Mən açığı deyim, mən yaz gələndə özümü çox pis hiss edirəm. Havaların isinməyi bu işlərə də təsir edir, çünki gün ərzində yorğun oluram, bu işləri edə bilmirəm, əlbəttə ki, belə hissi təsir edir. Yazda özümü daha yaxşı hiss edirəm, həm orqanizmə cəhətdən, həm yemək cəhətdən. Amma havalar daha da istiləşəndə biraz o allergik cəhətdən problem yaradacaq. Havalar istiləşəndə özümü çox yaxşı hiss edirəm. Əksinə, havanın belə olması, deyərdim ki, gündəlik rutinə çox böyük təsir edir. Həm idman çatdırır, həm də ki, təmiz havada qaçış, yəni bütün idman şeylərini eləmək olur. İnsan orqanizmində bu fəsildə günün uzunluğunun artması, ultrabənövşəyi şüaların bolluğu, rütubətdə dəyişikliklər, bir sözlə, dəyişən meteoroloji amillərə qarşı adaptasiya baş verir. Yaz gələndə nəyisə yenilənməsini gözləyirik və psixoloji olaraq bahar gəldi deyə biz istəyirik həyatımızda nəsə dəyişilsin və gözləntilərimiz olur. Və bu gözləntilər əgər həyata keçməsə, insan sanki ruhdan düşür, motivasiyadan düşür. Həm istiliyin artması, həm günün uzanması, həm də hormonal dəyişikliklərlə qədər bir neçə dəyişikliklər baş verir insanlarda. Bunlar nələrdir? Stres ola bilər, artsın, əsəbilik arta bilər. Xüsusilə bu yeni mövsümdə çiçəklə əlaqədar olaraq polenləri artır çiçəklərdə və bu da polenə həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bir sıra xəstəliklər, bahar konjunktivitləri, polizonlar, 12 barmaq bağırsağın xorası, revmatik qızdırma, hipertoniya xəstəliyi və bir qism ruhi patologiyalar bu zaman arta bilər. Yuxu hormonunun, melatoninin daha az ifraz olunması, bu da yuxusuzluğa gətirib çıxarır. Bu həm psixi sağlamlığa təsir eləyə bilir, həm də ki, psixi pozuntulara təsir eləyə bilir ki, yuxusuzluq baş verə bilər. Ümumiyyətlə, belə o əhval-ruhiyyəni təmizləyən bir hormonlar var. Onlardan biri elə serotonin. Məhz işıqlı günün artması ilə bağlı serotonin başlayır daha çox ifraz olunmağa. O da bir dəyişikliklər yaradır bədəndə. Ona görə də burada kəskinləşmə baş verə bilər. Təbii ki, bu halda biz mütləq və mütləq pasiyentlərə tövsiyə edirik, psixiatrlara həmən müraciət etsinlər. Ona görə ki, kəskinləşmə daha da dərinləşməsin. Orqanizm qış fəslində yeni vitaminlər, elektrolitlər ala bilmədiyi üçün qış fəslində onu istifadə eləyir. Artıq yaz fəslinə gəldikcə xüsusilə məsələn D vitamini, B12 vitamini aşağı düşür və digər elektrolitlər və vitamin aşağı düşdüyünə görə qış fəslində onu istifadə edir, yaz fəslində onu doğru onlar azalır. Yaxşı olar ki, qış fəslində və yaz fəslinin ilk əvvəllərində həkim nəzarəti altında, həkimin kontrolu altında
bəzi vitaminlər istifadə olunsun. İnsan orqanizmində baş verən bu dəyişikliklər daha çox xroniki yorğunluq sindromu ilə özünü göstərə bilir. Xroniki yorğunluq sindromu yaz dövrlərində daha özünü gümrah hiss etməyi istəyən insanlar üçün çox yaxşı bir bitkilərdən, xüsusilə də deyərdim ki, hətta çərəzlərdən ibarət bir macun hazırlaya bilərlər və gündəlik qida kimi onu yeyə bilərlər. Alimlər uzun illər insanı təbiətdən ayrıca öyrənməyə çalışıblar. Amma təbiətin mühüm üzvü hissəsi olan insanı təbiətdən ayırmaq nə dərəcədə düzgündür? Buradan çıxış edərək demək olar ki, bahar fəslində təbiətə nəzər salsaq görərik ki, təbiət necə oyanır? Bütün bitki və heyvanat aləmi sanki qaynayır. Arılar, qarışqalar işə başlayır, ağaclar çiçəkləyir, çiçəklər tozlandırılır, yuvalar qurulur. Yaz gələndə nəyinsə yenilənməsini gözləyirik və psixoloji olaraq bahar gəldi deyə biz istəyirik həyatımızda nəsə dəyişilsin və gözləntilərimiz olur. Və bu gözləntilər əgər həyata keçməsə, insan sanki ruhdan düşür, motivasiyadan düşür. Sonra bizim sosial şəbəkələr bu halda yaz belə deyək dəyişikliklərə heç yaxşı təsir göstərmir. Niyə? Elə bil təbii ki, sosial şəbəkədə bir görüntü yaratmaq daha asandır və kimsə deyir ki, mən artıq yaya hazırlaşıram, idman zalına gedirəm, pəhriz saxlayıram və s. və sən bir iştirakçı kimi ona baxırsan, deyirsən ki, mən bunları eləyə bilmirəm, özün güvəni başlayır düşməyə və onunla belə yenə də əhval-ruhiyyə başlayır enməyə, insanda özünə qiymətləndirmə düşür, motivasiyası düşür. Buna görə də təbii ki, o yazda hiss eləyir ki, əhval-ruhiyyəsi enir. Yazın gəlişi, günəşin çıxması insanlarda əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. El arasında deyildiyi kimi qan qaynayır. Yazın gəlişi bədənin oyanması ilə nəticələnsə də vitamin çatışmazlığı baş verir və orqanizmin müqaviməti aşağı düşür, immunitet zəifləyir. Bu ərəfədə insanlar yuxu rejiminə, qidalanmalarına, fiziki aktivliyə və istirahətə xüsusi fikir verməlidirlər. Həmçinin açıq havada çox gəzmək lazımdır. Həkimlər deyir ki, bu fəsildə təzyiqdən əziyyət çəkən insanlar hətta dərman qəbul etsələr belə təzyiqi stabil saxlaya bilmirlər. Bu, sinir sisteminə də təsirsiz ötüşmür. Yazın gəlişi sinir damar tonusuna təsir göstərdiyi üçün nəticədə əhval-ruhiyyə dəyişir. Bəzi insanların əhvalı yüksək, bəziləri isə sinir krizi keçirir, əsəb və depressiyadan əziyyət çəkir. Təzyiq xəstələrində problemlər çox olur, xüsusilə təzyiqin artması və ya azalması dəyişir, maqnit dalğalarının dəyişməsi nəticəsində təzyiqin artması, azalması dəyişir və ürək-damar xəstəlikləri üçün də bu böyük bir riskdir. Rutin kontrollarında olması lazım və dərmanlarını mütəmadi istifadə etməsi lazım. Məsələn, əvvəlkindən daha çox tərləmə ola bilər, əvvəlkindən daha çox əsəbi ola bilər və yaxud da heç bir işi görməyə mənim heç həvəsim yoxdur. Belə bir astenik vəziyyətlər yaranır. Kitab oxumağa mı və yaxud da işləməyə mi, səhər daha çoxmu yatım, yatır durduqdan sonra yenə yatmaq istəyir, yatmaqdan doymamaq kimi bir hiss yaranır. Buraya xroniki yorğunluq sindromu halı kimi də götürmək olar. Bu da əslində asılıdır insan bədənində gedən dəyişikliklər nəticəsində vitamin, mineral balansının dəyişməsi də burada rol oynaya bilir. Artıq bildik ki, bu ərəfələrdə bəzi insanlarda depressiya, yuxuya meyillilik, işdən soyma hallarının baş verməsinə səbəb orqanizmlərində kortizol miqdarının artması ilə bağlıdır. Mütəxəssislər pis hallardan qorunmaq, depressiyaya düşməmək üçün işdən soyuma halları baş verdikdə qısa müddətdə olsa da istirahət götürməyi, təmiz havada gəzməyi, bol maye qəbul etməyi məsləhət görürlər. Burada daha çox maqnezium, omega, zulallar mütləq qidaya daxil olunmalıdır. Ondan sonra düzgün yuxu rejiminə baxmaq lazımdır. Necə insan yatır, qızıl qayda həmişəlik eynidir. Yazda mütləq fiziki aktivliyi önə çıxartmaq lazımdır. İdman zalına getmək lazımdır. Gəzintilər, indi hava çox gözəldir, açıq havada gəzmək lazımdır. Hər gün 20-25 dəqiqə mütləq deyil idman zalına, 20-25 dəqiqə fiziki aktivlik olmalıdır. Məsələn, rəqs, yoga, pilates, ev şəraitində bunu qurmaq olar. Yaxşısı budur.
İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. El arasında qan qaynamaq deyəndə insanda yeni qanın əmələ gəlməsini nəzərdə tuturlar. Yeni qanın əmələ gəlməsi isə bütün mövsümlərdə davam edən bir prosesdir. Yadda saxlayın, məhz yaz fəslində belə xüsusi bir şey baş vermir. Bu dəfəki verilişimizin məşhur qonaq rubrikasında sevilən müğənnimiz, bəstəkarımız Cavid Məmmədovdur qonağım. Xoş gördüm sizi, necəsiz? Salamlarım, çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Yaz sindromu yaşayır Cavid bəy, yoxsa yox? Mən özüm şəxsən yaşamamışam, heç vaxt yaşamamışam və indi də yaşamıram. Bunu ümumiyyətcə hiss etməmişəm heç vaxt. Nə yaxşı. Ancaq ətrafımda dostlarım var. Onlar hər zaman şikayət edirlər ki, halsızlıq, yuxumuz gəlir. Onlardan belə bilirəm ki, və özüm də onlar üçün də müəyyən bir araşdırmalar elədim və bunun nəticəsində anlayışım var. Eynən, elə mən də sizin dostlarınız kimi çox əziyyət çəkirəm, nə yalan deyim. Mən depressiya yaşamışam çox kiçik bir dönəmdə və onun kiçik olma səbəbi elə musiqi oldu. Çünki musiqi məni bütün çətinliklərdən çıxartdı, mən daha yaxşı elədi, əhvalımı yaxşı elədi və 2-3 gün bundan qabaq hətta əhvalım çox pis olan zaman fortepianonun arxasına əyləşən kimi hər şeyi unutdum. Düşünürəm ki, bu da çox böyük rol oynayır. Musiqi təbii ki, mənim həyatımda çox böyük bir rol oynayır. Və idman xüsusilə ən çox da mən deyərdim üzgüçülük. Mən üzməyi çox sevirəm və çox tövsiyə eləyərdim ki, ümumiyyətcə nə qədər bizə indi dinləyən insanlar varsa, maksimum dərəcədə idmanla məşğul olsunlar. Bu %100 o qədər özümdə dəqiqləşdirmişəm ki, idmanın bizə çox böyük təsiri var və müsbət təsiri var. Amma sağlam idmanlar olsun. Dediniz ki, dostlarınız var ki, bu sindromdan əziyyət çəkirlər yaz aylarında. Nə deyirsiniz onlara? Nə məsləhət görürsünüz? Havalar istiləşdikcə bədən temperaturu dəyişir, orqanizmdə müəyyən dəyişikliklər baş verir və bu da bizim həm beynimizə, həm də artıq bizə psixoloji olaraq da təsir eləməyə başlayır. Mütəxəssislərimiz deyir ki, insanın yaz sindromundan, belə deyək də, daha rahat çıxması üçün motivasiya alacağı insanlar da olmalıdır. Mütləq. Sizdə necədir vəziyyət? Motivasiya aldığınız insanlar var ətrafınızda? Əlbəttə, %100 var və bu çox böyük təsir göstərir. Bizim ətrafımız ümumiyyətcə bizim özümüzə təsir göstərir. Biz hansı mühitdəyiksə, hansı ətrafdayıqsa, demək olar ki, özümüz də artıq ona çevrilirik. Hər zaman valideynlərimdən motivasiya almışam. Dostlarım, ətrafımda olan dostlarım, ailə qurdum, həyat yoldaşımdan hal-hazırda motivasiya alıram. Məni çox yaxşı pozitivlə yükləyir. Elə insanlar var ki, baxırsan ki, çox şükür Allaha ki, hər şey var, hər şey gözəldir. Ancaq elə bir xasiyyətində deyinmək var bu insan. Ancaq deyinir, ancaq şikayət eləyir. Məsələn, mən o insanlarla bir dəfə, iki dəfə indi deyə bilərəm ki, bəs narazıçılığını bildirməyə, çox şükür hər şeyim var, belə elə. Ancaq görürüm, yox, bu elə bu xasiyyətlərdir, çalışıram o insandan uzaqlaşım hər zaman. Bolluca açıq havada olmağı məsləhət görüb bizim mütəxəssislər. Cavid Məmmədov necə? Düzünü desəm, bunu düz deyim də. Yalandan deyim ki, biz hər gün səhər gedirik gəzməyə. Ancaq maksimum dərəcədə çalışıram ki, yoldaşımla biz parkda gəzək. Heç olmasa bir saat açıq havada gəzək. Ancaq bunu daha çox üstünlük veririk axşam vaxtlarında gəzməyə. Çünki yuxuya çox yaxşı təsir göstərir. Bəli, bəli. Bu ərəfələrdə yeni musiqiləriniz, yeni bəstələriniz çıxır, yoxsa? Hava istiləşəndən sonra 2 mahnı yazmışam. Bundan qabaq bir mahnımı hələ yekunlaşdıra bilmirdim. Təbii ki, müsbət enerji alıram və mən bir də onu qeyd edeyim ki, indi məsələn çox günəşin altında qalanda da insan istiliyi vura bilər, tərləyə bilər, deyə bilər ki, ay isti oldu, qaçıb gizlənim. Biz maksimum dərəcədə əgər özümüz üçün bir komfort bir zonası yarada bilsək. Məsələn, mən öz balkonumda bir komfort zona yaratmışam. Stol, stul, güllər, çiçəklər əkmişəm. Hal-hazırda məsələn, təbiətin o yaşı ilə bağlı güllərin açması mənə o qədər gözəl təsir edir. O güllərin neçə ildir də artıq mən qulluq eləyirəm. Onun üçün də məsələn, həmin o yerdə balkonda oturub bir çay içə sözləri yazıram. Görürəm ki, artıq başqa cür alınır. İdeyalar, başqa ideyalar gəlir. Mən düşünürəm ki, şəxsən mənə bir musiqi yazarı olaraq, bir söz yazarı olaraq mənə çox gözəl təsir göstərir. Bu
təhsildə, yaradıcılığınızda, şəxsi həyatınızda daim irəlidə olmağı, həmişə zirvədə sizi görməyi arzulayıram. Təşəkkür edirəm, çox xoş oldu. Yenidən qeyd edeyim ki, bu gözəl havada və bu gözəl məkanda sizlə belə bir söhbət eləmək. Təşəkkür edirəm. Var olun. Çox sağ olun. Çox sağ olun. Mövzumuzla bağlı psixiatrımız yazda yuxu rejiminə diqqət etməyi, vaxtında yatıb durmağı məsləhət görür. Hətta günorta saatlarında biraz yatmaq sizə faydalı olacaq. Yuxuluq gəlir D vitamin aşağı olanda, bir də B qrup vitamin aşağı olanda onu mütləq yoxlamaq lazımdır. Bir var, siz gecə yatmamısınız, ona görə yuxulusunuz. Yoxsa bir də var ki, sizdir ki, mən 8 saat yatmışam, yenə yuxuluyam. Bir psixiatr kimi bunu da deməliyəm ki, ən çox yuxu pozuntuları olur təşviş pozuntularda. İnsan səthi yatır, ya yuxuya gedə bilmir, müxtəlif fikirlər ona imkan vermir, ya tez oyanır. Saat 5-də, 4-də, 5-in yarısı oyanır, sanki elə bil, artıq yuxu gəlmir. Bax, bu yuxu pozuntuları olur məhz təşviş pozuntularda. Buna xüsusi bir diqqət yetirməyimiz gərəkdir. Bir də ki, əgər imkan var, belə bir lüksunuz var, siz gün ərzində belə deyək, bir yarım saat, 40 dəqiqə, 45 dəqiqə yuxuya gedə bilsəz, bu da yaxşıdır. Beyin sanki təzədən refresh olunur, yəni dincəlmiş şəkildə qayıdırsınız öz fəaliyyətinizə. Bu dönəmlərdə müsbət enerji ala biləcəyiniz insanlarla ünsiyyətdə olmaq da psixoloji cəhətdən müsbət təsirlə nəticələnəcək. Adətən bahar gəlməsi yenilik deməkdir, şəxsi həyatın qurmasıdır, şəxsi həyatın ümumiyyətlə gözləntiləri olur, siz nə kimi bir özünüzə dost, partnyor axtarırsınız, sizi motivasiya kim eləyir, mütləq deyil ki, bu sırf şəxsi həyata aid olsun. Siz fikir verin, ətrafınızda kimdir, kimlərdir? Sizə kömək bilən adamlar ola bilər, sizə pozitiv enerji ötürən, toksik insanlardan çalışın, təcrid olunun. Onsuz da sizin enerjiniz enir, toksik insanlar da sizin enerjinizi tükəndirir. Ona görə çalışın, belə insanlardan təcrid olun, həyatına o pozitiv insanları daxil edin. İqlim dəyişikliyinə görə hormonlar fərqli şəkildə istehsal olunur. Bədənimiz daha çox günəş alır və bu zaman dəridə bəzi problemlər ortaya çıxır. Yaz mövsümündə ən çox dəridə baş verən hallar qışdan çıxan dəri ümumiyyətlə solğun olur, baxımsız olur, belə deyim, soyuq təsirindən qurumuş bir dəri olur. Yaz aylarına keçdiyimiz zaman biz bu dərini maksimum nəmləndirməyə çalışmalıyıq ki, bu quruluğu aradan götürə bilək. Çünki həmçinin yazda günəş şüalarının təsiri nəticəsində də yenidən istilərin artması nəticəsində yenidən su balansı pozulur və qabıqlanmalar müşahidə oluna bilər. Həmçinin allergik reaksiyaların fonunda qızartılar, qaşınmalar, bu kimi hallara rast gəlmək mümkündür. Bundan əlavə günəşin zərərli şüaları nəticəsində hiperpigmentasiya dediyimiz, yəni ləkələnmələr müşahidə olunur çox. Çillənməyə meyilli olan insanlarda bu daha qabarıq şəkildə özünü göstərir. Çalışmalıdırlar ki, SPF-lərdən istifadə eləsinlər. Bu 30-50 SPF ola bilər. Bu kremləri 2 saatdan bir yeniləmək vacibdir. Ancaq çox vaxtı işdə çalışan insanlar və yaxud da ki, evdən kənarda olan insanlar bunu daim yeniləyə bilmirlər. Bu halda bunun daha yaxşı, rahat variantları artıq çıxıb, stik formasında olan, sprey formasında olan SPF-lər var ki, bunlar rahat şəkildə istifadə edə bilərlər. Yaz aylarında ən çox müşahidə etdiyimiz problemlərdən birisi də saç tökülmə problemləridir və həmçinin saçın dibində olan qızarıqlıqlar, qabıqlanmalar, kəpəklənmələr bu problemlər də üzə çıxır. Ümumiyyətlə məsləhətimiz odur ki, yaz-payız aylarında saçın professional, yəni ki, qulluğu olunmalıdır. Burada mezoterapiyalara aiddir, bunlar plazmaterapiyalara aiddir və yaxud da ki, ev şəraitində saç üçün təyin olunmuş losyonlardan istifadə olunması məsləhətdir ki, bu periodu daha az itki ilə başa vurmaq olsun. Yaz fəslində özünüzü daha gümrah hiss etmək üçün xalq təbabətinə müraciət edə bilərsiniz. Elə fitoterapeutimiz Elnur həkim maraqlı reseptlər paylaşdı. Gümrahlığını artırmaq istəyirsə, əhvalı yaxşı olmaq istəyirsə, davamlı yuxulluqdan çıxmaq istəyirsə, enerjisi bol olmaq istəyirsə, belə bir tərkib eləyə bilərlər. Götürülür ağ küncüt toxumu, toz halına salınır 100 qram. Balqabaq toxumu toz halına salınır 100 qram. Çörəotu toxumu 50 qram götürülür, yenə toz halına salınmaqla. Çiçək tozu 100 qram götürülür və 10 qram arı südü. Bunlar götürülür,
və 1 kiloqramlıq balda xüsusilə biyan balı olsa, akasiya balı olsa daha yaxşı olar və ümumiyyətlə yazda da biz o balları əldə edə bilirik. Qarışdırılır, qarışdıqdan sonra bir gün saxlanılır. Sonra hər dəfə onu istifadə edəndə qarışdıraraq uşaqlar üçün 1 çay qaşığı gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra, böyüklər üçün 12 yaşdan yuxarılar üçün 1 desert qaşığı gündə 2 dəfə yemək vaxtı və yeməkdən sonra, böyüklər üçün isə artıq 1 xörək qaşığı şəklində qidalana bilərsiniz. Günə daha yaxşı yaddaşı, beyin qan dövranı yaxşı olsun deyə, mübadiləsi yaxşı olsun deyə insanlara belə bir məsləhət verəcəm. Deməli, küncütün keçibunuzu bəhməzlə birlikdə bir bəhməzini hazırlaya bilərsiniz. Demək, küncüt yağı götürülür və keçibunuzu soyuq sıxım bəhməzi. Bunlar qarışdırılır 700-ün 150-yə. 700 keçibunuzu, 150 də küncütün yağıdır. Qarışdırıb belə qəşəng bir məhsul əldə olunur, həm də çox da dadlıdır. Hər səhər və axşam istifadə eləsəniz, günə daha enerji ola bilərsiniz və həmçinin xəstəliklərə qarşı dözümlülüyünüz arta bilər. Hər səhər 10-15 dəqiqə ac qarına gimnastika bu fəsildə sizə çox yaxşı təsir edəcək. Gimnastika edəcəyiniz otağı ciyərlərinizə bol oksigen girməsi üçün bir müddət havalandırmağı unutmayın. Ev şəraitində hansı hərəkətlər edə bilərəm? Deyirsinizsə, diqqətlə baxın. Səhər yuxudan oyanan kimi müəyyən hərəkətlər var ki, ev şəraitində bu hərəkətləri etsəz, həm günə enerjili başlayarsınız, həm qan dövranınızı sürətləndirərsiniz, metabolizmanız sürətlənər. İlk başlayacağımız hərəkət boyun nahiyəsində olacaq. Sağa və sola doğru. Sağa baxırıq, sola baxırıq. 5 dəfə önə doğru, 5 dəfə arxaya doğru. Sağ çiynimiz 5 dəfə arxaya doğru, 5 dəfə önə doğru. Eyni anda hər ikisini arxaya doğru, önə doğru. Nəfəs alırıq 5 dəfə bu şəkildə. Sol əlimizi qaldırırıq və arxa nahiyəyə doğru. Digər əlimizin dəstəyi ilə dirsəkdən dartmağa çalışırıq və kürək əzələsinin buradan dartıldığını hiss eləməliyik. Sol əlimizi bağlayırıq bu formada və digər əlimizin dəstəyi ilə dartırıq. Və eyni ilə burada da kürək əzələlərimizin dartıldığını hiss etməliyik. Eyni qayda ilə 10 saniyə saxlayırıq. Sol əlimizi qaldırırıq yuxarı və sağa doğru əyilirik. Bu hərəkəti də 5 say edirik. Əllərimizi qaldıraraq yerimizdə kiçik addımlarla bu formada hər tərəfə 10 say edərək sol əlimizlə ayağımızı pəncə nahiyəsindən tuturuq, dartırıq və burada kvadrat bisepslər, ayağımızın ön əzələsinin dartıldığını hiss etməliyik. Bir 10 saniyə saxlasaq kifayət eləyəcək. Bu formada da 10 saniyə özümüzə dartaraq ayağımızı ön hissədən dayanırıq. Bir 10 saniyə saxlayırıq, kifayət edir. Bu hərəkəti isə hər ayağa, vuput hərəkəti də arxaya doğru 5 say edərək keçirik digər ayağa. Ayaq əzələlərimizin inkişafında da böyük rolu var. Bu baza hərəkətlərdir. Onurğa çox önə gəlmədən squat hərəkətini eləyə bilərik. Dizlərimiz çanağın altında, əllərimiz isə çiynin altında olaraq deməli, sol ayağımızla sağ ayağımızı qaldırırıq. 5 say bu hərəkəti edirik. Yazda sevməsəniz də mövsümün xüsusiyyətini daşıyan meyvə və tərəvəzlərin bütün növlərindən bol miqdarda istifadə edin. Canınızın sağlamlığı üçünsə deyilən məsləhətləri unutmayın. Əsas da mən nə istəyirəm deyim bizim izləyicilərimizə. Təbii ki, yaz ən gözəl fəsli olaraq bizim həyatımızda sevgi, xoşbəxtlik gətirir. Ona görə də həmin o məqamları çalışın tutun.
tutun, pozitiv düşünün və dəyişikliklərə açıq olun. Hər bir şey yaxşı olacaq. Sağlam bədənə və sağlam ruha sahib olmaq üçün yaxşısı budur, düzgün qidalanın, yuxu rejiminə diqqət edin və idmandan geri qalmayın. Yazda yeni açan çiçəklər təbiətə gözəllik gətirdiyi kimi həyatınıza da bütün gözəllikləri bəxş etsin. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik!